İranın cavabı yaxud da ki, cavabsızlığı təəccübləndirəndir. Ona görə ki, İran uzun müddətdir ki, gözləyirdi ki, İsrail ona hücum edəcək. İran uzun müddətdir bilirdi ki, İsrailin taktikası divanda necə olub, Həmasla qarşı necə olub, yaxud da ki, Huslərlə qarşı hansı taktikanı yerinə yetirib, o qabaqcadan hazırlığı olmalı, yaxud da ki, özünün ən güclü şəxsiyyətlərini, ən qiymətli şəxsiyyətlərini daha ciddi yerlərdə gizlədə bilməzdimi, yaxud da ki, İsrail hücumu haqqında ilk məlumat alan kimi onları təhlükəsiz yerə götürüb apara bilməzdimi? Təbii ki, bütün bunlar İranın dediklərində, yaxud da ki, hərəkətlərində, yaxud da ki, müdafiəsində bir boşluqlar olduğuna dəlalət edir və bundan çıxış edərək demək mümkündür ki, İranın İsrailə qarşı hücumu da, o cümlədən Amerika Birləşmiş Ştatlarının regionda yerləşən obyektlərinə, qüvvələrin qarşı hücumu da lazım olan səviyyədə olmayacaq, lazım olan effekti verməyəcək. Çünki İsrail qabaqcadan bu cavabın nədən ibarət olduğunu və nəyə sökəndiyini bilirdi və bilməmiş olsaydı, o bu cür addımları həyata keçmədi. İranın zəifliyi elə ilk zərbədən üzə çıxdı. Zəifliyi üzə çıxdı və bundan sonra nələr olacaq? Bundan sonra mən hesab edirəm ki, İsrailin hücumları daha da şiddətlənəcək. İsrail müəyyən müddət gözləyəcək, bir gün, 2 gün, yaxud da ki, bir neçə saat gözləyəcək və vurduğu yerlərin hesabatını çıxaracaq, vurmadığı yerlərə təzədən hücum edəcək. Yəni, bilindiyi qədər və İsrail tərəfindən də, İsrail hərbçilərinin də hesabladığı qədər bu hücum 14 gün çəkəcək. Bu 14 gün mən düşünürəm ki, əgər belə davam edərsə, İranın bütün hərbi sənayesini məhv etməyə, yığmağa, körtməyə bəs edəcək. Düşünürəm ki, İranın heç də yaxşı günlər gözləmir və onun bu danışıqlardan əl çəkməsi də, yaxud da ki, Amerika Birləşmiş Ştatları ilə danışıqlara getməməsi və yaxud da bundan sonra gəlməsi belə heç nəyi dəyişdirməyəcək.